جميعا ورحمة الله وبركاته. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما. Değerli müminler, hürmetli İmam Hüseyin Aleyhisselatü Vesselam'ın azadarları, bildiğimiz kimi bugün Muharrem ayının 3. günü, artık dünenden yani Muharrem'in ikisinden Ebu Abdillahil Hüseyin Kerbela səhrasında yerləşib xeymələrin qurub və namərd, qorxaq, əhl-i beyt düşmənləri az bir insanın qarşısında qorxaraq və ona güc gəlməkdə iradələrinin zəif olduğunu nümayiş ederek, etiraf ederek Melun Ömer Səd tərəfindən başçılığı ilə bugünkü gündə 4000 ordu Hazreti İmam Hüseyin Aleyhisselatü Vesselam'ın üzerine Kerbela'ya gönderildi. Bugün yani Muharrem ayının 3. günü her bir günde muhtelif hadiseler baş verip bugünkü günde de tarihi bu hadise baş verdi ki az bir insanın üzerine körpelerle, kız gelinle, uşaqla cəmləşən bir şəxsin üzerine 4000 ordu, elbette 4000 ordudan evvel de Hür aleyhərrəhmə, Allah onun tövbəsini qəbul elədi. Allah imamın nurundan ona bir bərəkət əta elədi ki, öz səhvini etiraf elədi. Amma bugünkü günə qədər, yəni bu günlərdə İmam Hüseyin Aleyhisselatü Vesselam'ın müxaliflərindən. Mənim əzizlərim, bu məclislər Allah tərəfindən möminlər üçün əta olunan bir bərəkətdir. Allah öz sevimli bəndələrinin günahlarını bağışlamaq üçün öz dostlarının və ya özünün məxsusi günlərin sevimli bəndələri üçün sanki əf günləri, bağışlanmaq günləri, özünə yaxın olmaq üçün müəyyən günləri qərar verib, o günlərdən biri də Peyğəmbər və onun əhl-i beytinin əza və şad günlərində insan bu məclislər vasitəsilə, xüsusən Kərbəla yəni ayında olan əza günlərin vasitəsilə insanlar öz günahlarını bağışlayıb və həmçinin ədalətin, insanlığın, vəfanın, sədaqətin, mərdliyin, dürüstlüğün bütövlükdə insanın normal hayatta dürüst yaşamağı için, insan kimi yaşaması için bir məktəbdir bu günlər. Odur, çalışalım bu günlərdən layiqincə istifadə edək, boşluq yaratmayaq, səhlənkarlıq etməyək. Əfsuslar olsun, yenə də mənim yaralı yerimdir ki, insanlarımız çox biganəlik göstərirlər, səhlənkarlıq edirlər. Hazreti İmam Hüseyin Aleyhisselatü Vesselam'ın məclisi belə olmamalıdır. Hazreti İmam Hüseyin Aleyhisselatü Vesselam'ın məclisi məsciddə yeri olmamalıdır. Bəzi məscidlərdə görürəm o ab-ı havanı, görür adama ləzzət edir ki, həqiqətən insanlarda bir eşq var ki, hətta məscidin həyəti belə doludur. Allah onların sayına bərəkət versin. Həqiqətən harada varsa İmam Hüseyin Aleyhisselam'ın məclisi, Allah o məclislərə bərəkət versin. Amin. Mən dünən bir ayə oxudum Səcdə surəsindən. Səcdə suresinin 24. ayəsində Allah Teala Kur'an-ı Kerim'de buyurur ki وَجَعَلْنَا مِنْهُمْ اَئِمَّةً يَحْدُونَ بِأَمْرِنَا Ve ayənin ardı var, onunla işim yok. Dünənki 4 çıxarış hakkında məlumat verdik bu ayədə. 1.
imamı Allah qərar verir, seçir. Dünən onun haqqında danışdıq. Hər kəs imamlıq iddiasını edə bilməz. İmam yalnız və yalnız Allah tərəfindən seçiləcək. İmam Allah tərəfindən seçilməsə, ixtilaflar baş verəcək. İmam Baqir əleyhissalamın kəlamı ilə, ibarəsi ilə desək və bunu izah da elədim ki, elə İslamda ixtilafın özəyi elə həqiqi imamı qoyaraq insanların öz təyin etdiyi xətlə getdiyi üçün bugün də görürsünüz müsəlmanlar o ixtilafla yaşayırlar, əziyyətlər çəkir. Sonra da dedik ki, imam Allah seçir. Allah bu ayədə sanki imam kimlər olmalıdır, onlar haqqında açıq-aşkar bəyan edir. Sonra dedi ki, yəhdunə bi əmrinə. Bizim əmrimizlə hidayət edir. Sonra deyir, ləmmə sabəru. Ki, onlar səbr edərlər. Bu səbr neçə cürdür, hansı səbirdir, imamlar hansı səbir ediblər. Onlar haqqında inşallah sabah danışmalıyım. Çünki bugün hidayət haqqında danışaram. Sonunda da ayənin sonunda da bu ki, və kənu bi əyətinə yuqinun. Onlar bizim ayələrimizə yəqini olar. Yəni qəti şübhəyə düşməz. Qısa olaraq dünən bu haqda məlumat verdim. Bugünkü mövzumuz imamlar hidayət edəndirlər. Kur'an da hidayət eder. Bakın Allah Teala Kur'an-ı Kerim'de hudellil muttaqin. Kur'an təqvalıları hidayət edendir. Veya diğer ayette insanları hudellin nas, insanları hidayət edendir. Sonra Kur'an-ı Kerim'in Secde suresinde veya diğer surelerde qeyd eləmişəm özüm üçün. Allah Teala imamların hidayət eden olmağını qeyd edir. Özü de qoy bunu da deyim, ister peygamberler ola, ister imamlar ola, onların hidayəti Kur'an'ın hidayətindən fərqlidir. Bakın Kur'an hidayət edendir. Ama bazen bir insan peygambersiz, imamsız o Kur'an'a müracaat ettikdə zəlalətə düşür. O İmam Sadiq Aleyhisselatü Vesselam'ın bir duası var. Ben o duanı oxumuşam bu məsciddə. Belə bir hacəti, istəyi var Allah'tan. Allah'ım özümü mənə tanıttır. Bilirsiniz duanı. Əgər sən özümü mənə tanıttırmasan, sənin peyğəmbərimi tanımaram. İlahi, peyğəmbərimi mənə tanıttır. Əgər peyğəmbərimi tanımasam, höccətlərimi tanımaram. Sonra nə deyir? İlahi, ey mənim Allahım, höccətlərimi, imamları mənə tanıttır. Əgər onları tanımasam, necə deyir? Dinimdə zəlalətə düşərəm. Deməli, bir insan imam tanımasa, bir insan peygamberini tanımasa, hatta Allah'ın tanımaq iddiasını etse de belə, o zəlalətə düşə bilər. Necə ki, bugün bir dəstə insan görürsünüz ki, tək Allah'ı qəbul edir, heç nəyi qəbul edəmir. Görürsünüz, naqis bir şeydir. Odur insanların Müslüman olmağı heç qəbul olur. Veya bazen bir dəstə insan peyğəmbəri qəbul edir, gəlir imama çatanda imamları qəbul edir. Görürsünüz, o da bir cür tərzdə davranır insanlarla. İnsanlara fərqli baxışla, görürsünüz, müşrik, nə bilim, müxtəlif Müslüman qardaşına damğalar vuraraq, nəyin əlamətidir? İmamı tanımamağın əlaməti. Veya elələri var, hiç imam peyğəmbər qəbul eləmir, tək Kur'an'dan danışır. Görürsünüz, həmən insanlar da zəlalət. Yəni mütləq şəkildə imamla Kur'an'ın hidayət edilməsi
buna bənzəyir. Sanki bir xəritədir, sadə dillə desək. Ona sənə göstərən, məsələn, filan yerin ünvanı buradadır, xəritən, amma bir də var, o yolu gedən, həmən ünvanı sənə deyən, sənin əlindən tutub, səni aparır həmən ünvana. İmam Peyğəmbərin hidayət edilməsi bu usullandır. Tək Peyğəmbərsiz, Quransız, imamsız Quranı qəbul eləsək, Quranı öz başa düşdüyümüz tərzdə izah verərik və şəriətdə bəzən bir çox şeylərin olmadığın iddiasını etmiş ola bilərik. Odur, mütləq şəkildə gərək insan hidayət olması üçün imamını tanıya. Mən daha o hədisi demirəm, hər kim zamana imamını tanımasa, cahiliyyət dövründə ölmüşlər ki, kimlər kimi öləcək, ondan o hədisə toxunmaq istəmir. Amma mütləq şəkildə ən azından bunu bilməliyik ki, Allah Teala Qur'an-ı Kərimdə imamları hidayət edən özü də öz nəfsi ilə yox. İmamların hidayət etmək usulu biri də budur ki, əsas şərti. Öz nəfsi ilə deyil. Baxın mənim əzizlərim, sıravi bir insan birini hidayət eləsə, namaza gətirsə, oruca çağırsa, görərsiniz ki, həmən insan mümkündür bir müddətdən sonra namaz da qılmasın, oruc da tutmasın. Çünki o öz ibarələri ilə onu hidayət edib, öz ibarələri ilə onu dinə dəvət edib. Amma imam insanı hidayət edəndə Allah Teala buyurur ki, yəhdunə bi əmrinə, o bizim əmrimizlə insanları hidayət edir. Bizim tapşırığımızla, bizim dediyimiz sözlə. Həmən insan indi deyiləcək, bir neçə misal da gətirərəm ki, imam hidayət edən insanlar hər şeyini Allah üçün qurban edirlər. Heç nədən qorxmurlar. Görürsünüz, müsəlmanların, hətta əhl-i beyti tanıyan, sevənlərin bir dəstəsi, görürsünüz, İslamın müəyyən qaydalarını qəbul edir, bir sıra şeylərin qəbul edir. Namaz qılır, görsən oruç tutmur. Və ya oruç tutur, namaz qılmır. Görürsünüz, müəyyən yerlərdə axsayır insan. Amma imam hidayət edən şəxslər hər bir şeyə hazır. Canını qurban verməyə, o İmam Sadiq Əleyhisselatü Vesselamın kinosunda baxmışsınız da öz xidmətçinə nə deyir? Deyir, düş təndirin içine. Girir təndirin içine. Niyə? O elə bir tərzdə hidayət olub, heç nədən qorxmur. Heç nədən narahat deyil. Çünki onu imam yetişdirib, onu imam formalaşdırıb, imamın bərəkəti, nəfəsi ona toxunur. Niyə? Həm də o Allahın sözü. Baxın, Həzrəti Peyğəmbər Əkrəm son o iki ağır əmanət, əyyuhənnas inni tarikum fikumus səqələyn, ey insanlar, sizin aranızda iki ağır əmanət qoyub sizi tərk edirəm. O hədis bütün müsəlman camiyyəsində qəbul olunur. Hədisin deyilişində bir balaca fərq olsa da, amma məzmun eynidir. Kitabəllah və itrəti əhlə beyti. Mənim kitabım, Allahın kitabı və mənim əhl-i beytim. Deyir, hər kim onlardan yapışsa, zəlalətə düşməyəcək. Hər kim onlardan ayrılsa, zəlalətə düşəcək. Deməli, bir insan imamdan ayrı düşsə, zəlalətə düşəcək. İmama yaxın olsa, hidayət olacaq. İmam hidayət edəndir. Peyğəmbər bu sözü ilə də bizə çatdırıb ki, Qur'an necə insanları hidayət edəndir, Allah buyurur, eyni ilə imamlar da insanları hidayət edəndir. İmam Baqir Əleyhisselatü Vesselam buyurur ki, bina ubidəllah və bina urifəllah və bina vuhidəllah təbarək və teala. Bizim vasitəmizlə insanlar ibadət edirlər, bəndə olurlar. Bizim vasitəsilə onlar Allaha bəndə olurlar. Bizim vasitəsilə insanlar
Allah'ı tanıyırlar. Bizim vasıtemizle Allah'ın tekliğini kabul edirlər. Yani imamların vasitesiyle insanlar Allah'a bendeçilik edirlər. İmamların vasitesiyle insanlar Allah'ı tanıyırlar. Eğer imamlar Allah'la aramızda o Kur'an-ı Kerim'de İmam Sadiq Aleyhisselam hemen İmam Bakir Aleyhisselam hemen hadiste qeyd edir. Nahnu hablullahillezî emere bil i'tisami bih. Biz Allah'ın o ipi ki ona sarılmağı Allah emredir. Kur'an-ı Kerim'deki ve'tesimu bihablillahil metin, Allah'ın kırılmaz ipinden yapışın Allah Teala emredir. İmam Bakir Aleyhisselam diyor ki o kırılmaz ip bizik. Bizim vasıtemizle insanlar hidayet olunurlar. Biz o ipleri necə ki zülmette, derinlikte bir şəxsi bataqlıqdan çıkarmak için bir ip atacaklar, onu xilas edecekler. O ip necə ip olmalıdır? Kırılmaz olmalıdır. Eyniyle bizim hayatımızın, bizim nicat elde etmemiz için, bizim xoşbəxt olmağımız için, dünya ve ahiret saadetin elde etmek için gerek biz peygamber ve ali peygamberden yapışaq. Ondan başka ipten yapışsak, hardasa bizi yarı yolda koyup kırılıp bizi tekrar o bataklığa salacak. Sonra buyuruyor ki ve nahnu urvetul vuska. Biz Allah'ın kırılmaz ipi. Yani bizi tutan, bizim yanımızda olan zelalete düşmüyor. Hazret buyuruyor ki bizim vasıtemizle Allah sizin ettiğiniz ibadeti kabul edir. Eğer bizi tanımasaz, bizi kabul etmesek sizin ettiğiniz ibadetin de bir değer kıymeti olmaz. İmam buyurur, biz Ehl-i Beyt Allah'ın yeryüzünde seçtiği rehberleriyik. Allah bizi hidayet etmek için tayin edip, bizi başka şey için tayin elemeyip, Allah bizi tayin edip ki biz insanları hidayet edek. Sizi and verirəm Allah'a. Ben hiç yeri kiçiltmek veya alçaltmağa çalışmıyorum. Muhtelif yerlerde ziyaretlerde olmuşsunuz. Şimdi Allah evini de ziyaret edenleri görmüşsünüz. Veya oraya gidenler, ümre, hac kılan insanlar. Onların Allah'ın zebbarlarıyla davranışına bakın. Bir məsumların ziyaretgahlarında olan davranışlarına bakın. Sağda bir misal diyeyim. Onun elinde olana bak. Allah'ın evinde dayanıp onun insanla davranışına bak. Diğer ziyaretgahlarda olan veya peygamberin qəbrinin yanında olanlara bak. Peygamberin balası Ebu Abdullah Hüseyin veya İmam Rıza, İmam Ali Aleyhisselam ve diğer məsumların ziyaretinde olan hizmetçilerin elinde olan o haberdarlık nişanesine bak. Neyin bereketidir? Hiç düşünmüşsünüz bunu. Hiç fikirleşmişsiniz. Neyin bereketidir? İmamların bereketindendir. O hidayetin, o nurun bir bereketi ki Allah bizleri, onları hidayet edip ki hatta insanlarla davranışta farklı. İnsanlara karşı merhamet sergilemeyde de görsünüz farklıdır. Odur. Buyuruyor ki Allah bizi insanları hidayet etmek için tayin edip, onların hatta qəbirləri belə insanların hidayet edilmesi için bir vasıtadır. Neyinki dirileri. Hatta imamların ziyaretleri, ziyaretgahları yani qəbirləri insanların hidayet olunması için bir vasıtadır. İmam Hüseyin Aleyhissalatu vesselam için Hazreti Peygamber bu sözü deyip İnnel Hüseyne misbahul huda ve sefinetun necat. Hakikaten Hüseyin hidayet çırağı ve nicat gemisidir. Bu hadisi çok eşitmişsiniz.
Niyə demədi Hüseyn nicat gəmisidir və ya Hüseyn hidayət edəndir, hidayət çırağıdır. İmam Hüseyn əleyhissalatu vesselam insanları zülmətdən nura tərəf aparır. İmam Hüseyn əleyhissalatu vesselam kimləri hidayət elədi? Züheyr kimləri? Vəhəb kimləri? Hansı ki onlar imamın çağırışına gəlmək istəmirdilər və ya imamdan yan gəzməyə çalışırdılar. Amma onlarda bir imamın bir nəfəsi, bir bərəkəti onlara dəydikdə onlarda bir aramlıq yarandı. Hətta Züheyr imamın yanına gəlmədikdə, imamın yanına gəlib, imam onunla söhbət etdikdə yazırlar ki, insanlara səsləndi Kərbəlada ki, Peyğəmbər balasını tək qoymayın, ona qarşı müxaliflik etməyin. Görün, insan nə qədər dəyişilib. Bunlar hamısı Peyğəmbər o sözü beca yerə deməmişdir. İnnəl Hüseynə misbahul huda və səfinətün nəcat. Hüseyn hidayət çırağı və nicat gəmisidir. Əgər Züheyr kimilər və ya Hür əleyhər rəhmə İmam Hüseyn əleyhissalama yaxın olmasaydı, imamın nurunu görməsəydi, imamın o danışığını eşitməsəydi, o zülmətdən nura tərəf çıxmazdı. O Əba Əbdillahil Hüseynin nuru idi, onu hidayət edən, onun gözəl kəlamları idi. İmam Hüseyn əleyhissalatu vesselamın başını kəsmişdilər Şam'a aparanda, yoxsa Xulidə idi. Xuli onu götürüb özü ilə İbn Ziyadın huzuruna aparanda yazırlar, bir kilsənin yanından keçəndə yorulmuşlar. Dedilər ki, oturaq bu kilsənin yanında dincələk. Bu kilsədə də bir rahib var idi. Ki, Hristiyanların məbədgahında, ibadətgahında bir rahib var idi. Və gördü uzaqdan bir sandıqdan nur saçır. Ağıllı insanlar hər dövrdə olub dinindən, irqindən, millətindən fərqli olmayaraq. Allahı tanıyan, yəni o öz əqidəsində, öz dinində idi, amma Allahını tanıyırdı. Gördü bir nur bu insanların arasında bir sandıqdan saçır. Və gördü bu həmən insanlar da məskən qururlar kilsəyə yaxın. Getdi bunlara yaxınlaşdı, dedi, hara gedirsiniz? Dedi ki, ben yol qət edirik, filan yerə getməliyik. Əlinizdə olan nədir? Dedi, bir sandıqcadır. Bəs o sandıqda nə var? Elə nur saçır. Dedilər, o xəvaricidir, qeyri-müsəlman idi, əmirə qarşı çıxmışdı, müharibə oldu, müharibədə həlak oldu. Onun bədəninin bir hissəsidir, başıdır. Bu arif, bu rahib arif adam idi öz dövrünün, yəni dinində. Dedi, onu mənə bir gecəlik verin. Dedilər, bizim başçımız Xulidir. Ona müraciət edin, o bəlkə onu sizə verər. Gəldi Xuliyə, dedi ki, o sandıqçanı bir gecəlik ver mənə. Dedi, pul ver, verin sənə. Bu rahib dedi, babamdan mənə müəyyən qədər miras qalıb, onu sənə verə bilərəm. İndi təsəvvür edin, bir qeyri-müsəlman pul verir, Peyğəmbər balasının başını alır, indi onunla necə danışar, necə davranar, onunla işin yox. Amma müsəlman özünü adlandıran Peyğəmbər balasının başını kəsib, onunla alver edib pul alacaq. İstər əmirdən, istər həmən bu rahibdən. Baxın. Dedi, əlimdə olan pulu verdim Xuliyə. İmam Hüseyn əleyhissalatu vesselamın tarixdə yazıda başını aldı və sual elədi, ey filan kəs, ey Allahın qonağı, tanımıram səni.
ama senden qeyri-adi bir şey görürəm. Yazırlar Əba Abdullah Hüseyin dodaqları tərpəndi. İlk sözü bu oldu ki, mən susuzam. Dedi, tanımadım səni. Təkrar ondan kimliğini soruşdu. Dedi ki, İmam Hüseyin Aleyhisselam təkrarına mən məzlumam. Həzrət özünü bu cür təqdim elədi. Üçüncü dəfə soruşdu, dedi, susuz olduğumu da anlayıram. Məzlum olduğumu da anladım. Axı sən kimsən? Dedi, mən Muhammedin oğlu Hüseynəm. Bu çağırışı, bu sözü deyəndən sonra artıq bu rahib Həzrət İmam Hüseyin Aleyhissalatu vesselamın tanıyandan sonra Hulya dedi ki, bir gecelik o başı ve onun yanında olan əsirlərdən onları ver, mən ailəlicə bunlara bir gecelik onlara qulluq etmək istəyirəm. Baxın, Həzrət İmam Hüseyin Aleyhissalatu vesselamın nəinki diri cəsədi, bədəni, hətta onun başsız bədəni din, yəni qeyri-müsəlmanı hidayət edəndir. Ama əfsuslar olsun, özünü müsəlman adlandıranlar zəlalət əhli oldular. O, necə görürsünüz, Kur'an bəzən insanı həm cənnətli edir, həm cəhənnəmli. Necə ola bilər? Kur'an cənnətli o halda edir, Kur'anın dediklərinə olduğu kimi əməl edəsən. Cəhənnəmli o halda edə bilər ki, Kur'anı öz istədiyin kimi icra edəsən, əməl edəsən, təfsir edəsən, insanları çaşdırasan. Eyni ilə Əbu Abdullah Hüseyndə və Peyğəmbərin əhl-i beyti də o cür nədir? Bəzən insanları hidayət edər, bəzən də zəlalət edər. İmam Hüseyin Aleyhissalatu vesselamın hidayət etdiyi şəxslər bayaq qeyd elədim. Onlar öz canını, malını, hər bir şeyini Allah yolunda qurban etməyə hazır. İmam Hüseyin Aleyhisselam qoca 90 yaşlı Həbib ibn Məzahir, Müslim ibn Ovsəcə kimi kişilər elə hidayət olunmuşlar ki, o yaşda öz canını imamları için qurban edir. İmam üçün öz canını qurban edən Müslim ibn Əql rəhmətullahi aleyh, baxın, nə əziyyətləri çəkdi. Edə bilərdi o da Küfə əhli kimi satıla, pula, vəzifəyə və sağlam qala. Amma Müslüm son nəfəsinə qədər imamına sadiq ol. Bilirsiniz, Müslümü necə şəhid elədilər. Hətta onun cansız bədəni ilə necə davrandılar. Müslümü şəhid edəndən sonra, şəhid edəndə elə ki yaraladılar. Yazırlar ki, başladı ağlamağa. Soruşdular, sən ki bu qədər iradəli, möhkəm insansan, necə ola bilər? Sən göz yaşı tökürsən, ağlayırsan. Dedim, mən ona görə ağlamıram. Mən ona görə ağlayıram ki, məzlum imamım, İmam Hüseyin Aleyhissalatu vesselam yol gəlir, ona məktub yazmışdım, namə yazmışdım. Gəlib sizin kimi etibarsız insanların içinə və onun nələr gözləyir, mən onun üçün ağlayıram. Və yazırlar ki, Müslim İbn Əqil xahiş elədi, 3 xahiş. Dedi ki, 3 xahişim var sizdən. Bir, mənim bu şəhərdə 700 dirhəm borcum var, dinar borcum var. Mənim zireh və qılıncımı satasınız, mənim borcumu verəsiniz. İkinci istəyim budur ki, məndən sonra əmim oğlu Hüseynə məktub yazasınız, bura gəlməsin və mənim başıma gələnləri ona yazıb məlumat verəsiniz. Üçüncü istəyim də budur ki, məni öldürəndən sonra məni torpağa tapşırasınız. Yazırlar, bunu
Ubeydullah İbni Ziyad Mel'un'a dedikdə, dedi ki, bu ikisini edərəm, amma onu torpağa bastırmayacağım. O mənə qarşı ki, bu etirazı elədi, insanları bizim üstüne, xəlifənin üstüne kaldırırdı. Yazırlar, Müslüm İbni Əqli apardılar, başı ki yarılmıştı, apardılar, imarənin üstüne kaldırdılar, başını bədənindən ayırdılar və bədənini yerə attılar. Başını yerə attılar. İnsanlara da hədə-hədə qorxu gəldilər ki, əgər siz də Hüseynin sevgisinin iddiasını, hətta Hani İbni Ürvəni də o cür öldürdülər. Siz də əgər Hüseynin tərəfdarı olduğunuzu iddia eləsiniz, sizin də talihinizi bu gözdür. Əla lənətullahi ələl qovməz zalimin.